Salam, salam, hər vaxtınız xeyir, hörmətli izləyicilərim. Bugün sizlərlə birlikdə kodlaşdırma mövzusu ilə bağlı çətin tipli məsələlərin həllinə baxmış olacağıq. İlk məsələmiz belədir. 258 səhifədən ibarət sənədin ilk və son səhifəsində RGB rəng palitrasında hazırlanmış 128 vurulsun 512 ölçülü qrafik fayl, qalan səhifələrdə isə hər səhifəsində 32 sətr, 64 simvoldan ibarət 36 simvollu əlifba ilə kodlaşdırılmış mətn faylı vardır. Bu fayl 2-nin üstündə 15 bit saniyə olan rabitə kanalı vasitəsilə 2 üsulla ötürülür. Arxivləşdirmə proqramından istifadə olunmaqla fayl 25% artıq sıxlaşdırılaraq ötürülür. Sonra göndərilmiş fayl yenidən əvvəlki vəziyyətə bərpa olunur və bu proses zamanı əlavə olaraq sıxlaşdırma üçün 12 saniyə, bərpa üçün isə 3 saniyə vaxt tələb olunur. Mətn faylı arxivləşdirmə proqramından istifadə edilmədən ötürülür. Bu da ikinci üsuldur. Birinci və ikinci üsullar arasında zaman fərqini soruşur. Biraz uzun və biraz qəliz məsələdir. Amma hər bir qəliz məsələnin də bir asan həll yolu vardır. Gəlin ilk növbədə biz birinci sətrimizə baxaq ki, 258 səhifə deyir. 258 səhifə məndə bunun 258 səhifənin ilk və son səhifələrində yəni ümumilikdə 2 səhifədə qrafik fayl var. Yerdə qalan 256 səhifədə isə mətn faylıdır. İndi qrafik faylın həcmini 1 hesablayacağam. Mətn faylının həcmini 1 hesablayıb. Sonra həmin həcmləri ümumi şəkildə toplayacağam. Yəni qrafik faylın həcmi ilə mətn faylın həcmini toplamış olacağam. İlk növbədə qrafik faylın həcmini tapaq. Deməli 128 vurulsun 512 ölçüdən ibarətdir və RGB rəng modelində kodlaşdırılıb. Özü də 2 səhifədə. Bu da verir mənə 384 kilobaytı. Siz özünüz kənarda istəsəz hesablaya bilərsiniz ki, vahidlər arasında keçidlərdə çətinlik çəkirsinizsə, bundan öncəki videolarıma baxıb orada ətraflı məlumat ala bilərsiniz. Mətn faylının həcmini hesablamaq üçün isə 32 sətr vurulsun 64 simvol və mənə deyir ki, 36 simvollu əlifba ilə 36 simvol təxminən 2-nin qüvvətində özünə ən yaxın qüvvət 64-dür. Yəni 2-nin qüvvətləri şəklində yazsaq, buradan da hər simvol yaddaşda 6 bit yer tutmuş olacaq. Gətirib yazıram bura. 6 bit. Bu ifadəmin də həll edəndə, amma mənim yerdə qalan 256 səhifəm var, onlar da mətndir. Bu ifadənin də cavabı 384 kilobayt etmiş olur. İndi məndən ümumi həcmimi soruşur. Ümumi həcm 384 kilobaytla 384 kilobayt edir. O da 8, 16, 768 kilobayt etmiş olur. Bura qədər həll etdik və nəhayət ki, faylımızın ümumi həcmini tapdıq. Mənə deyir ki, bu fayl 2-nin üstündə 15 bit saniyə olan rabitə kanalı vasitəsilə ötürüləcək. Əvvəlcə 1 saniyədə 2-nin üstündə 15 bit informasiya ötürülərsə, 768 kilobaytlıq informasiya üçün nə qədər zaman lazım olduğunu tapıram. O da eləyir 768 kilobayt bölünsün 2-nin üstündə 15 bitə. Bu isə məndə 192 saniyə etmiş olur. 192 saniyə. İndi 25% sıxlaşdırılaraq deyir. Əgər mənim faylımın 25% sıxlaşdırılıbsa, yerdə nə qədər faiz qalır? 100-dən 25-in çıxanda 75% eləyir. İndi baxaq. Gəlin 75% üzrə faylımın həcmini tapmağa çalışım. Əgərləri mənim faylımın belə deyim 100%-lıq həcmi biraz belə qoyaq.
müəyyənləşdirək. Əgər mənim faylımın 100%lıq həcmi 768 kilobaytdırsa, yəni bu 100% təşkil edirsə, 75% nə qədər olduğunu tapın. X da bərabərdir 75 vurulsun 768 kilobayt bölünsün 100-ə. Bu isə 576 kilobayt etmiş olur. Aha. İndi mən faylımın sıxlaşdırılandan sonra və sıxlaşdırılmamışdan əvvəlki həcmlərini müəyyən etdim. Sıxlaşdırılandan sonra həcmi tapdığıma görə nə qədər saniyə xərclədiyimi müəyyən etməyə çalışıram indi. Amma sıxlaşdırılmamışdan əvvəlsə müəyyən etdim ki, 192 saniyə vaxt gedib. Deməli, mənim ötürülmə sürətim nə qədərdir? 1 saniyədə 2-nin üstündə 15 bitdir. Bitdir sadəcə üzr istəyirəm. Və baxın ki, mənim bəs 768 kilobaytım neçə saniyə gedəcək? 576 üzr istəyirəm. Kilobayt vurulsun, baytdan bitə keçirdəndə 8 bit eləyir. Bölürəm 2-nin üstündə 15-ə. O da verir mənə 144 saniyə etmiş olacaq. İndi gəlin baxaq. Mənə deyir ki, deməli fayl sıxlaşdırılmağına 12 saniyə vaxt xərcləyib. Bərpası üçün 3 saniyə vaxt xərcləyib. Sıxlaşdırmadan sonra ötürüləndə də 144 saniyə vaxt gedib. Mən nə edəcəm? 144-ün üzərinə 3, onun üzərinə 12 saniyə gələcəm ki, görüm arxivləşdirilmə prosesində mənim nə qədər zamanım getdi. Bu da eləyir 159 saniyə. Sonra əvvəlki saniyəm olan əvvəlki 192 saniyədən də 159 saniyəni çıxanda eləyir 33 saniyə. Deməli, aradakı fərq 33 saniyə etmiş olacaqdır. Davam edirik ikinci sualla. İkinci sualımız, ikinci testimiz 8 dəqiqəlik yüksək keyfiyyətli səs faylı. Yəni səs faylının həcminin tapacağıq və bununla da biz zamanı tapmış yer olacaq. Çünki sonda saniyə deyir. Gəlin baxaq. 8 dəqiqəlik yüksək keyfiyyətli səs faylı 16 bit və 44 kHz şəbəkə ilə ötürüldükdə elə kodlaşdırılır ki, həcmi 30% azalır. 250 kilobit saniyə olan şəbəkə ilə kodlaşdırılaraq ötürmək üçün neçə saniyə vaxt tələb olunur? Gəlin baxaq. Əvvəlcə mən həcmin nə qədər olduğunu tapım. Əvvəlki həcmi, yəni ilkin həcmi nə qədərdir? 8 dəqiqəlik yüksək keyfiyyətli 16 bit mənə kömək olsun deyə veriblər burada. 44 kHz. O da bərabərdir. 8 dəqiqə bizim qayda olaraq bunu 8 saniyə çevirməliyik. Çünki burada kilohertz 1 bölünsün saniyədir və ixtisar apara bilmək üçün 8 vurulsun 60 saniyə, o da vurulsun 16 bit, vur 44 1000 bölünsün, bitdən də bayta keçirtmək üçün 8 bitə bölürəm, bölünsün saniyə. Bu da cavab edir 41250 kilobayt. Kilobayt kimi saxlayıram, çünki mənə burada kilo deyib, ona görə heç digər yerə çevirmirəm. İndi baxıram, mənə deyir ki, 1 saniyədə 250 kilobit informasiya ötürülürsə, 41250 kilobaytı neçə saniyəyə ötürmüş olacaq? O da bərabərdir 41250 kilobayt. Baytdan bitə keçmək üçün 8-ə vururam. Bölürəm 250 kilobitə. Kilobitlər ixtisar gedəcək. Cavab edir 1320 saniyə. Məndən saniyə soruşduğuna görə elə belə də saxlamış oluram. Davam 2 saniyəlik video fayl 25 kadr saniyə rejimindədir. Bu video faylın hər bir kadrına
128 vurulsun 512 pikseldən 24 rəng çalardan ibarətdir. Diskretləşmə tezliyi 64 kHz olan səs faylının hər bir diskret siqnalı 32 bitlik rəqəmsal informasiyanı 45 saniyə davam edir. Verilmiş səs faylı yaddaşda saxlanılan zaman ümumi faylı demir ha, səs faylını deyir ki 75% 25% üzr istəyirəm, arxivləşdirərək saxlanılıb. Bu səs faylı yaddaşda neçə kilobayt yer tutmuş olar? Gəlin birinci video faylının həcmini tapaq, sonra səs faylının həcmini tapaq və onu arxivləşdirək. Ümumilikdə yaddaşda nə qədər yer tutduğunu tapmaq üçünsə onları bayaq etdiyimiz kimi cəmləyəcək. Əvvəlcə video faylının həcmini tapaq. Mənə deyir ki, 32 saniyəlik videodur, 25 kadr saniyədir və hər kadrda da 128 vurulsun 512 pikseldən ibarət və 24 rəng çalarlı. Böyük N bərabərdir 24-ə. O da təxminən 32, 2-nin qüvvətində ən yaxın 32-dir. Yəni 2-nin üstündə 5 deməkdir. Buradan da kiçik n bərabərdir 5 bitə. Vururam 5 bitə. Yəni mən bir bunu həll edəcəm. Bir də həll etməliyəm səs faylının həcmi. Səs faylım isə deyir 64 kHz və 32 bitlik. Fikir verirsinizsə, ancaq sadəcə bir-birlə vura-vura gedirəm. Vururam 45 saniyə. Bunu da, o da bərabərdir 64 kHz-in də 64.000 Hz biz bilirik ki, 1/saniyə deməkdir fizikadan. 64.000 vurulsun 32 vurulsun 45. Bax bu formada həll edirik. Bunun həcmi 32.000 kilobayt edir. Bunun da həcminə hesablayaq. Bu da məndə 90.000 kilobayt etmiş olur. 90.000 kilobayt. Ehtiyac olarsa megabaytı da çevirərik. Görək 24-ə bölünmür. Deməli belə bölünməyəcək. Yəni elə qoy elə kilobayt kimi də qalsın. Bölməyək. İndi nə edirəm? Mənim deyir ki, verilmiş səs faylı yaddaşda saxlanan zaman 25% arxivləşdirilib. Əgər 25% arxivləşdirilibsə, 75%-i qalır. Deməli, səs faylımın ümumi həcmi nə qədərdir? 90.000 kilobaytdır və bu 100% təşkil edirsə, mən 75%-in nə qədər olduğunu tapmış oluram. O da eləyir 67.500 kilobayt. Məndənsə kilobaytla istəyir, yəni heç megabayta əziyyət çəkib çevirməyə ehtiyac yoxdur. Həcm böyükdür, gərək keşkə megabaytla istəsəydi. Nə edirəm? Ümumi həcmim də bərabərdir 32.000 kilobayt üstə gəl 67.500 kilobayta. 500 buradadır. 9 o da eləyir 99.500 kilobayt. 4 nömrəli məsələmizə baxaq. Sürəti 204.800 bit saniyə olan modem 2432 kilobayt həcmli informasiyanı müəyyən müddətə ötürür. Modemin sürəti 2 dəfə azaldılarsa və informasiyanın həcmi 128 kilobayt artırılarsa, informasiyanı ötürmək üçün nə qədər vaxt tələb olunur? Əziz izləyicilər, mən burada uzun-uzadı məsələ həll etməyəcəm. Çünki məndən son olaraq nə qədər vaxt xərcləndiyini soruşur. Mənə əgərləri desəydi ki, birinci vəziyyətlə ikinci vəziyyət arasında zaman fərqi nə qədərdir, o zaman mən daha uzun həll yolu seçərdim. İndi isə məndən son olaraq nə qədər vaxt sərf olunduğunu soruşur. Modemin sürəti məndə nə qədərdir? 204.800 bit saniyədir. Yəni 1 saniyədə 204.800 bit informasiya ötürür. Biz fizikadan bilirik ki, V bərabərdir S bölünsün T-yə.
Burada sürət bərabərdir. Məsafə bölünsün zaman. Sürətlə məsafə düz mütənasibdir. Zamanla isə tərs mütənasibdir. Yəni mənim sürətim artdıqca mənim məsafəm daha çox məsafə qət eləmiş oluram və bunlara xərclədiyim zaman isə azalmış olur. Həmin proses model məsələlərində, ümumiyyətlə informasiyanın ötürülməsi prosesində də həmin qədər gedir. Yəni mən nə qədər çox bit informasiya ötürürəmsə 1 saniyə ərzində, bu mənim sürətimin daha da çox olmağını göstəricisidir. İndi mənə deyir ki, həcm 2 dəfə azaldılarsa, yəni 204.800 bit bölünsün saniyəni 2-yə bölsəm, bu da verir mənə deməli 102.400 bit bölünsün saniyə. Sürəti azaltdım, həcmi isə artırdı. Həcm məndə 2432 kilobayt idi. Həcmi 128 kilobayt artırdı. O da elədi 2560 kilobayt. İndi mənə deyir ki, nə qədər vaxt xərclənir? 1 saniyədə əgərləri 102.400 bit informasiya ötürülürsə, 2560 kilobayta nə qədər informasiya ötürülməyini baxıram. X də bərabərdir 2560 kilobaytdan çevirmək üçün 1024-ə vururam. Onu da bitə çevirmək üçün 8 bitə vururam. Bölürəm. Üzr istəyirəm, burası düz yazmadım. Düzdür, əstəğfurullah. Düzdür. Bölünsün 102.400 bitə. O da verir mənə 204,8 saniyə. Bax belə. Əgər mənə desəydi ki, sürəti bu qədər, həcmi bu qədər olan informasiya əvvəl verilib, sonra modemin sürəti 2 dəfə azaldılıb və həcmi də 128 kilobayt artırılıb. Həmin zaman fərqi nə qədər olar? Yəni birinci vəziyyətlə ikinci vəziyyət arasında zaman fərqi nə qədər olar? O zaman mən belə deyim 204.800 bit saniyənin 1 saniyə idisə, 2432 kilobayt həcm informasiyanın neçə saniyə vaxt tələb etdiyini tapmalıydım. Sonra bu formada həll edib birinci zamandan ikinci zamanı çıxıb aradakı fərqi tapa bilərdim. Belə. İndi də keçdik 5-ci və hələ ki bugünlük sonuncu məsələmizə. İnformasiyanı kodlaşdırmaq üçün LED lampalardan istifadə olunur. Hər bir LED lampa 4 fərqli vəziyyətdə ola bilir. 310 simvolu ifadə etmək üçün ən az neçə lampa lazımdır? Mənə 4 fərqli vəziyyət dediyinə görə mən bu simvolların sayını 4-ün qüvvətləri arasında axtaracağam. Bax, 4-ün üstü 0 1-dir. 4 üstü 1 4, 4-ün kvadratı 16, 4-ün kubu 64, 4-ün üstü 4 256, 4-ün üstündə 5, o da eləyir 1024. Mən baxıram ki, 310 yerləşir 256 ilə 1024-ün arasında və özündən böyük, özünə ən yaxın qüvvəti götürdüyümüzə görə mənə deməli ümumilikdə 5 dənə lampa lazımdır. Çünki 4-ün üstündə 5, bax burada 5 mənə lazım olan lampaların sayını göstərmiş olur. Belə. Hələ ki, əziz izləyicilərim, bu qədər. İnşallah sizinlə birlikdə fərqli çətin tipli məsələləri izahatlarını verməyə çalışacağam. Allah amanında kanalıma abunə olmağı və paylaşmağı unutmayın. Nə sualınız varsa şərhlərdə verə bilərsiniz. Əgər bəyənsəz, çox sevinərəm.